2024 году взаимная торговля 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50% artaraq 470 milyon dollara çatıb. 2025-ci ilin birinci yarısında bu dövriyyə artmaqda davam edərək 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Enerji sektorunda SOCAR və Kazmunay qaz arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildən indiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,4 milyon ton Qazaxıstan nefti dünya bazarına çıxarılıb ki, 2027-ci ilə qədər bu potensialın ildə 7 milyon tona qədər artırılması planlaşdırılır. Nəqliyyat əməkdaşlığı baxımından ölkələrimiz arasında tranzit daşımaların artımında müsbət dinamika var. Biz Orta Dəhliz Trans-Xəzər marşrutunun inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyə, həmçinin yeni imkanlardan, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərindən yararlanmağa hazırıq. включая перспективу открытия Зангезурского коридора.